Eyni soya, ortaq tarixə və mədəniyyətə, milli adət-ənənələrə malik olan Özbək və Azərbaycan xalqlarının dostluğu və qardaşlığı uzaq tarixə gedib çıxır. İki xalq da türk nəslindən olub, indiyə qədər oxşar tərəflərini heç itirməyiblər. Azərbaycanla Özbəkistan arasındakı əlaqələr 5-10 ilə təsadüf etmir. Daşkənd və Bakı arasındakı münasibətlər qədim tarixlərə gedib çatır. Səlcuqlar, Xarəzmşahlar, Teymurilər dövründən, yəni Türkistan dövründən bugünə qədər formalaşan bu əlaqələr əsrdən əsrə yeni məzmun aldı. Özbəklər hər zaman Azərbaycan ədəbiyyatı və mədəniyyətindən bəhrələnmişlər və onlara çox böyük maraq göstərmişlər. Nizami Gəncəvi, Füzuli və Nəsimi böyük kitləyə təbliğ olunmuşdur. Hələ orta əsrlərdən böyük şair və mütəfəkkir Nizami Gəncəvinin əsərləri Özbək dilinə çevrilmiş və bütün kitləyə gəlib çatmışdır. Şərqin bir çox şairləri və mütəfəkkirləri bu söz ustadını özünə müəllim bilmiş, onun əsərlərindən bəhrələnmişlər. Onların arasında ən böyük şairlərdən biri, Özbək alimlərindən, Özbək mütəfəkkirlərindən biri Əlişir Nəvai də vardı. Əlişir Nəvai Nizaminin əsərlərindən bəhrələnib özünün birinci Türki Həmzə əsərini yazdı. Nəvainin əsərindəki əsas ideyalar sədaqət, vətənpərvərlik, məhəbbət kimi mövzular Nizamidən bəhrələnmiş mövzulardır. Bu böyük ədəbi əlaqələrin davamı olaraq Məqsud Şəhzadəni də göstərmək olar. Məqsud Şəhzadə milliyyətcə Azərbaycan türkü olan Özbək oğlanı idi. Yeni Özbək ədəbiyyatının əsasını qoyan Məqsud Şəhzadə özünün Uluğbek, Xarəzmşah əsərləri ilə çox məşhur olmuşdu. Məqsud Şəhzadə haqqında Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təşəbbüsü ilə İki xalqın qüruru adlı film çəkilmişdir. Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şəfqət Mirziyoyev tərəfindən bu tarixi əlaqələr daha da möhkəmləndirilir. Özbəkistan prezidenti Şəfqət Mirziyoyev 2016-cı ildə prezident seçiləndən sonra ilk səfərini Azərbaycana etdi. Bu isə dostluq əlaqələrinin nə qədər səmimi olduğunun nişanəsidir. Bu dostluq nümunəsi prezidentlər arasındakı səmimi münasibətdə də öz əksini tapır. Dost Azərbaycan xalqiga cheksiz hurmat və ehtiromimizni izhor etamiz. O'zbekistonga xoş kelibsizlar. Yaşasın Özbekistan, Azərbaycan birliyi, qardaşlığı. Hətta prezidentlərimiz ünsiyyətdə olduğu bir vaxtda onlara tərcüməci lazım olmadığını da qeyd edirlər. İkimiz bir tilda gapirdik. Мы на одном языке говорили, и переводчик ham yo'q edi, ko'rdilaring-ku. Lekin sizlar переводчик bo'ldilaring. Bilasizlarmi nima uchun? Qancha madaniyatimiz, tariximiz, ildizimiz birligini sizlar tarannum qildilaring. Qardaşım Şəfqət Miramonov üçün bütün dediklərini mən anladım, tərcüməçiyə gəldim. Gerek var. Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlər 1995-ci ildə qurulub. 1996-cı ilin ortalarında Azərbaycan Özbəkistanda, 1998-ci ildə isə Özbəkistan Azərbaycanda öz səfirliyini açmışdır. Azərbaycanın Mərkəzi Asiyada açılan ilk səfirliyi bu məhz Özbəkistanda olmuşdur. Özbəkistan keçmiş Qarabağ münaqişəsində hər zaman Azərbaycanın yanında olub və onu dəstəkləyib. Belə ki, Özbəkistan 2008-ci il BMT Assambleyasında Azərbaycan leyxinə səs verən yeganə Mərkəzi Asiya ölkəsi olub. 44 günlük vətən müharibəsi zamanı da Özbəkistan Azərbaycanı dəstəklədi. Özbəkistan Respublikası işğaldan azad olunan torpaqlarda Füzuli rayonunda ölkənin tikinti quruculuq işlərini apardığı bir zamanda məktəb tikmək istəyini bəyan etdi. Xoş qarşılanan bu təklif isə qısa zamanda reallığa çevrildi. Bununla yanaşı, ailəsi ilə birlikdə Qarabağa səfər etməsi, 2023-cü il avqustun 23-də bir zamanlar Füzulinin işğal olunma günü kimi kədərlə
nüfuzunla qeyd edildiyi həmin tarixdə Füzulidə Mirzə Uluğbey adına bir nömrəli tam orta məktəbin açılışını Ali Baş Komandanla birlikdə həyata keçirməsi ölkələrimiz arasındakı bu qardaşlıq münasibətindən xəbər verir. 3 hektar ərazidə inşa edilən məktəb binası 2 mərtəbə və zirzəmidən ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, idman və akt zalları, yeməkxana və kitabxana yaradılıb. Məktəbin ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, nəzarət buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarım stansiyası inşa edilib. Tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilib. İqtisadi əlaqələr iki tərəfli əməkdaşlığın əsas sahələrindən biridir. Hazırda Özbəkistan Azərbaycana nəqliyyat vasitələri, əlvan metallar, kənd təsərrüfatları məhsullarını ixrac edir. Bununla birgə Azərbaycan da Özbəkistana dərmanlar, mexaniki və texniki məhsulları ixrac edir və bu Azərbaycan və Özbəkistan arasındakı iqtisadi əlaqələrin nə qədər inkişaf etdiyindən dəlalət verir. Azərbaycan və Özbəkistan arasındakı mədəni əlaqələr də yüksək səviyyədədir. Azərbaycan prezidenti İlham Əliyev də bu haqqında xüsusilə qeyd edir. Dünən Daşkənddə, bugün Xivədə, Ürgəncdə, Xorezm vilayətində olmağımdan çox məmnunam. Və bir daha dünən və bugün gördüm ki, xalqlarımız nə qədər bir-birinə yaxındır. Mədəniyyətimiz, incəsənətimiz, ümumiyyətcə xalqlarının kökləri birdir. Və bugün Azərbaycan dilində ifa olunan mahnılar, nəğmələr elə bil ki, Azərbaycan müğənniləri tərəfindən ifa olunur. 2010-cu ildə Daşkənddəki Azərbaycan səfirliyi nəzdində Heydər Əliyev adına mədəniyyət mərkəzi açıldı. Bu mərkəz Özbəkistan və Azərbaycan əlaqələrini, mədəni əlaqələrin inkişafına böyük hissəsini qatmışdır. Bilirsiniz, iki millət arasında körpü olaraq dil xidmət edir. Bir körpü olan dil öyrətməklə bütün əlaqələrə öz töhfəsini verən layihələrdən biri Özbəkistan Gənclər İşləri Agentliyinin İbrət Fərzəndləri layihəsidir. 2022-ci ildə yaradılan novator sayılan İbrət Fərzəndləri layihəsi xarici dilləri pulsuz, sadə, yaradıcı şəkildə öyrətmək məqsədi daşıyır. Layihədə qısa müddət ərzində müxtəlif dillərdə biliklərə yiyələnmək istəyənlər üçün əlverişli şərait yaradılmış və xüsusi proqram əsasında tədris olunur. 2023-cü ilin noyabr ayından başlayaraq özbəklərə Azərbaycan dili və mədəniyyəti haqqında onlayn dərslər verilməyə başladı. Salam əziz izləyicilər. Mən Şahistə Kamranlı, bugün Azərbaycandan sizə salam getirdim. Bununla birgə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Özbəkistan Gənclərlə İşlər Agentliyi arasında Azərbaycan dilinin Özbəkistanda kütləvi tədrisi sahəsində memorandum imzalanıb. İbrət Fərzəndləri layihəsinin rəhbəri Rüstəm Qariyevin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət edib. Əziz Azərbaycanlı qardaşlarımız, bugün sizlərə Özbəkistan və Azərbaycan əlaqələri haqqında qısaca məlumat təqdim etdik. Bundan sonraki dərslərimizdə özbək dili və mədəniyyəti haqqında sizlərə məlumat verməyə davam edəcəyik. Bizi izləməyə davam edin. Görüşənədək.